aşağı qiymət meyarına fokuslanıb. Bu isə çox zaman keyfiyyətə və davamlılıq xidmət səviyyəsinə kölgələr qoyur. Nəticədə tədrisat sadəcə tenderin qalibi olur. Logistika və tədrisat sistemində dəyər sadəcə malların daşınması və ya ambara təhvil verilməsi ilə ölçülmür. O dəyər məhsulunun düzgün planlaşdırılması, risksiz tədarükü və vaxtında çatdırılması və məlumatın şəffaf axını ilə formalaşır. Biz indi fokuslanmışıq ki, bir şirkət, bir sahibkarlıq subyekti özündə bu boyda şöbəni saxlamaqdansa bir müqavilə bağlayır və o müqavilə əsasında həm öz işini görə bilir ki, hansı prosesdədir. Çünki mən proqramlar yaratmışıq. Hətta logistikadan, yəni daşınmasından tutmuş, gömrük rəsmiləşməsindən kimi hər bir şeyi izləyə bilir, yəni rəhbərliyi izləyə bilir və ona müəyyən notificationlar gəlir. Artıq ölkəyə mal gəlməmiş, onun kodunu dəqiq təyin edə bilirik və onun rüsumlarını çıxarda bilirik. İstər bu mal 3000 adda mal olsun bir invoice-da, bunun çəkisi olmaya bilər, qiyməti olmaya bilər. Yəni, hər birini biz bunu bu arada deyim ki, OCR texnologiyanı eləyirik. Onları formalaşdırırıq. Demək olar ki, birə-bir qiymətə çıxarda bilirik. Yəni, düşünürəm ki, bu ən önəmli məsələdir. Bəyannamə dolduranda bunlara diqqət eləsinlər. Çünki onlar doğru düzgün doldurulmayanda, verici bunları eyniləşdirəndə orada uyğunsuzluq baş verəcək. Yəni, bəyannamədə bütün gətirilən mallar öz əksini tapmalıdır. Tapmayanda vergidə onda problem olur ki, yəni bəyannamədə əks olunmayan məlumat ambarda görsənir.